kitablar. Məndən tez-tez postlarımın altında mənə kitab önər deyə yazılar görürəm. Əslində bu o qədər tərəddüd edirəm ki, mən kitab önərəndə kimisə vaxtını alıram, kimsə boş yerə pul xərcləyir. Düzdür, kitaba xərclənən pul heç vaxt itmir. Amma məsəl üçün yeni kitab oxumağa başlayıram, nə oxuya bilərəm? Bu mövzuda da mən tərəddüd edirəm. Bəzən yeni kitaba başlayır kimsə, amma o qədər dərin adamdır ki, məsləhət gördüyün kitabın səthi gəlir. Bəzən çox çətin gəlir, bilmirəm. Yeni, köhnə fərq eləmir. Bir qismi buraya yığmışam, danışacağam sizdən. Çox qısa danışacağam, uzun olmasını bezdirməyim sizi. Məncə hər kitab oxuyanın rəfində Dan Brown olmalıdır. Amma desəz ki, yeni başlayıram Dan Brown oxumağa, hansından başlayım? Mən səhv eləmirəmsə, bir dəfə də paylaşmışam bu kitabı. Dan Brown yalan nöqtəsi. Yəni, mən necə tərif eləyim bu kitabı? Oxuyun. Arktikada nadir artefakt tapılır. Və bu tapıntı bütün bəşəriyyətin gələcəyini dəyişəcək. Və hansı qrup gedirsə bu artefaktın ardınca ölür. Tapa bilmirlər. Bunlar niyə ölür? Hansı səbəbdən ölür? Təbii ki, mən də deməyəcəm. Mən dedimsə da nə oldu? Da niyə oxuyursunuz bunu? Və kitabın ən özəl hissəsi bilirsiniz nədir? Özünüzü şimal buzlu okeanın mərkəzində hiss edirsiniz. Ki, orada mərkəzdə oturmuşsunuz, doğrudan da bir buz kimi, nə bilim, delta hərbi gəmilərində hiss edirsiniz. Hiss eləmək əsasdır kitabı oxuyanda. Və ən əsas meyarlardan biri oldu ki, Dan Brown bu kitabı yazanda həqiqətən də Kosmos Fondu Milli Kəşfiyyat İdarəsi ilə həqiqətən də əməkdaşlıq edir. Çox qəşəngdir, oxuyun. Bir dəqiqə. Yəni, bütün dünyanı bir araya gətirib, səfirləri oxu demək istəyirəm də, yəni. Mən səfirləri bir 9-cu, 10-cu siniflər arasında oxumuşdum. Bir də təkrar 27 yaşında oxudum. Bəzən elə olur ki, səfirlərin bir cümləsi bir kitaba bərabər olur. Bütün gün onu fikirləşirsən ki, bu cümləni gör neçə dənə hissəyə ayırmaq olar. Yəni, oxuyun bunu. Hətta, bilmirəm, bəlkə bunu yanlış algılaya bilərsiniz. Yeni kitab oxumağa başlayanlara bəzən deyirlər ki, səfirlərə başlamayın. Niyə? Axı, olduqca maraqlı, həyəcanlıdır. Yəni, mən bu kitabın qalınlığında bir dəftərə buradakı ifadələri yazmışam. Deyir, Victor Hugo səfirləri təhvil verdikdən sonra cavab gəlmədiyi üçün həmin adama məktub yazır, sual işarəsi göndərir. Yəni, nə oldu, nəşr olunmadı. Bəli, yəni, adi sual işarəsi göndərir. Və orada məktuba cavab gəlir, nida. Doğrudan da səfirlər dünya ədəbiyyatının nidasıdır. Bu nidanı oxuyun uşaqlar. Keçən dəfə Agatha Christie'dən bir paylaşım eləmişdim və çox adam yazmışdı 10 zənci balasını. Fərqi yoxdur, çoxdan kitab oxuyursan, yeni kitab oxumağa başlayırsan, detektiv sevirsənsə əgər, çox maraqlıdır. Yəni, həddən ziyadə maraqlıdır. Mən boynuma alıram ki, bir çox filmlərin, bir çox kitabların sonunu təxmin eləyə bilən bir insan kimi, hissiyatı güclü olan bir insan kimi sonunu təxmin eləyə bilməmişdim. Axıcı deyə, bəlkə də bir səhər, nə bilim, metroda gedirsiniz universitetə, yarısını elə orada qutararsınız. O qədər maraqlıdır. Yarısını da qaydanda bir günə bir kitab bitirir. Yəni, o dərəcədə maraqlıdır. Belə məncə çox ürəyinizi üzməyin, biraz qarışıq da ola bilər, bir-birinə heç aidiyyatı olmayan da ola bilər. Ürəyimdən keçdi bu paylaşmaq. Part 2-də görüşərik. Öpdüm.